Salam əziz, MİQ və sertifikasiya üzrə müsahibəyə hazırlaşan müəllimlər. Hamınız üçün xeyirli uğurlu olsun. Mən bugün sizə müsahibəyə düşən sualların izah edəcəm. Zəhmət olmasa kanalımıza abunə olmağı, videoları bəyənib şərh yazmağı unutmayasınız. Əvvəlcədən təşəkkürlər və onlayn müsahibə və onlayn kurikulum dərslərimizə qoşulmaq istəyənlər 055 468 8924 nömrəli WhatsApp nömrəmə yaza bilərlər. Vaxt itirmədən keçək suallara. Müsahibədə sual verirlər ki, konstruktiv rəy nədir? Konstruktiv rəy konstruktor sözündən gəlibdir. Yəni qurucu rəy, inkişaf etdirici rəy, gələcəyə yönəlik rəy. Yəni şagirdi daha çox motive edən rəydir. Uşaqların idrakına yönələn rəydir. Yəni onun mənfisini belə vurğulasan, amma onu müsbətə doğru yönləndirən bir rəydir. Çünki konstruktiv rəy fəaliyyəti stimullaşdırır, şagirdə səhvini düzəltməyə imkan verən bir rəydir, idraka yönələn rəydir, həmçinin istiqamətləndirici rəydir, inkişafı təmin edən rəydir, gələcəyə yönəlik rəydir, spesifikdir, həssasdır, müsbətdir, həssaslıqla verilən bir rəydir, emosional olaraq dəstəkdir uşaqlara, korreksiya edici rəy hesab olunur, fəaliyyəti stimullaşdıran rəy hesab olunur və bu da şagirdə müsbət ruh verir. Bəs mənfi rəylər nədir? Düzdür, burada konstruktiv rəy müsbət rəydir bilirik, amma sual verə bilərlər. Mənfi rəy nədir bəs? Mənfi rəylər destruktivdir. Yəni konstruktiv inkişaf etdiricidir, destruktiv dağıdıcıdır. Yanlış rəydir mənfi rəylər, negativ rəydir, emosiyalara yönəlmiş rəydir, emosional rəydir, keçmişə yönəlik rəydir. Yəni kaş belə eləməzdin, gərək belə eləməzdin, yaxşı öyrənsəydin, daha diqqətli yanaşsaydın. Bunlar mənfi rəydir. Amma müsbət rəylər, yəni məsələn çalışmanı düz edibsən, amma biraz da daha çalışsan, daha çox çalışma edə bilərsən, daha çox misal əldə edə bilərsən. Yəni onun gördüyü işi dəyərləndirirsən, sadəcə onu doğru istiqamətdə, Vygotsky nəzəriyyəsində necə deyir, doğru istiqamətdə yönləndirə bilirsən. Sonra sual verə bilərlər. Formativ qiymətləndirmə nədir? Ümumiyyətlə qiymətləndirmədən çox sual verirlər. Yadda saxlayın ki, formativ qiymətləndirmə ümumiyyətlə 3 i-ni özündə birləşdirir. 3 i nədir? İnkişaf, izləmə, istiqamət. Yəni həmçində irəliləyiş də deyə bilərik. Çünki formativ qiymətləndirmə davamlı inkişafı özündə əks elətdirir, öyrənməni təmin edir, inkişaf dinamikasını izləyir, öyrənmə üçün aydın təsvir yaradır, şagirdə istiqamət verir, məqsədönlü şəkildə aparılır, fəaliyyət nəticəsi dəyərləndirir, qarşılıqlı qiymətləndirməni, özünü qiymətləndirməni özündə ehtiva edir, öyrənmə prosesini, təlim prosesi zamanını düzgün qiymətləndirməni özündə əks elətdirir. Həmçinin tədris prosesinin tənzimlənməsini və şagirdi olduğu yerdən olmalı olduğu yerə doğru aparır, hədəfə doğru aparır, dəyişkəndir, yüksək təlim özündə əks elətdirir, mütəmadi olaraq aparılır, sonra şagirdin anlamasını müəyyən eləyir, çətinliyi aradan qaldırmağa doğru istiqamətləndirir. Şagird hədəfə necə çata bilər? Şagird indi hansı səviyyədədir? Şagird nə öyrənməlidir? Kimi sualları özündə əks elətdirir. Və gündəlik qiymətləndirmə, formativ qiymətləndirmə hesab olunur. Baxın, formativlə summativin fərqi nədədir? Formativ öyrənməni təmin edir, summativ öyrənməni ölçür. Formativ nailiyyəti əldə etməyə gedən yoldur, həmçinin nailiyyəti yüksəldir. Amma summativ nailiyyəti ölçür, kəmiyyəti qiymətləndirir. Formativ dərsin sonunda şagirdlərin təlim nailiyyətini müəyyən edir. 1-45 dəqiqəni özündə əks elətdirir. Formativ keyfiyyət qiymətləndirməsidir, amma summativ kəmiyyət qiymətləndirmə. Kəmiyyət nədir? Rəqəm, bal summativlə müəyyən olunur. Rəqəmlə qiymətləndirmə summativdir, çünki rəsmi qiymətləndirmədir. Formativ rəsmi qiymətləndirmə deyil. Ondan sonra sual verə bilərlər. Geriyə planlama dedikdə nə başa düşülür? Yəni dərsi həyata keçirəndə əvvəlcə dərsin məqsədini qoyurduq. Sonra həmin məqsədi həyata keçirirdik. Ardınca da qiymətləndirirdik. Amma geriyə planlamada əvvəlcə dərsin məqsədini yenə qoyuruq, müəyyən edirik. Ardınca necə qiymətləndirəcəyimizi müəyyən edirik. Sonra o məqsədə hansı yolla çatacağımızı müəyyən eləmiş oluruq. Yəni dərsin təlim nəticəsini, dərsin sonu üçün müəyyənləşdirmiş oluruq və sondan əvvələ doğru getdiyimizə görə geriyə doğru gəlirik və bu da geriyə planlama hesab olunur. Sonra sual verə bilərlər. Dərsin təlim nəticəsi
nədir? Ümumiyyətlə, dərsin təlim nəticəsi alt standartları reallaşdırmaq üçün əsas vasitələr hesab olunur. Dərsdə istifadə olunacaq təlim fəaliyyətləri dərsin təlim nəticəsinin reallaşmasına mütləq şəkildə xidmət eləməlidir ki, çünki dərsin təlim nəticəsi ən önəmli faktordur dərsdə. Gündəlik planlaşmada məhz dərsin məqsədini müəyyənləşdirməliyik ki, mən dərsimi, gedişatımı müəyyən edə bilim və gündəlik təlim nəticələri şagirdin mövcud potensialından üstün olmalıdır ki, istədiyimiz nəticəni əldə edək və dərsimiz də effektiv şəkildə həyata keçmiş olsun. Və buna görə də gündəlik planlaşmamızda 4 dənə əsas tərkib hissə var. 1. Alt standartı müəyyən etməliyəm. 2. Dərsimin təlim nəticəsi və yaxud da dərsin məqsədini müəyyən etməliyəm. Dərsin məqsədindən dərsin təlim nəticəsi eyni şeydir. Qiymətləndirmə üsul vasitələri müəyyən etməliyəm və 4-cü təlim fəaliyyətimi müəyyən etməliyəm. Bunu yaddan çıxartmayın. Deməli, 1. Alt standart, 2. Dərsin məqsədi, 3. Qiymətləndirmə üsul vasitələri, 4. Təlim fəaliyyəti. Sonra məqsəd nədən çıxarılır sual verə bilərlər. Ümumiyyətlə, bu sualı həm sertifikasiyada, həm miqda o qədər verirlər ki, bunu bilin ki, bir dəfəlik ki, məqsəd alt standartdan çıxarılır, dərsin məqsədini özümüz çıxarırıq, dövlət qətiyyən bizə vermir. Nə dərs keçiriksə, həmin dərslərə də uyğun məqsəd yazırıq. Bunlar da bizim dərsimizin təlim nəticəsi olur. Yəni, dərsdə nə öyrədiləcəyini əvvəlcədən bilməliyik ki, dərsimizin məqsədinə uyğun da tapşırıqlar işlədə bilək və fəaliyyətimizdə dərsin məqsədinə uyğun müəyyən edə bilək və sonda da dərsin məqsədinə uyğun qiymətləndirmə aparılmalıdır. Ümumiyyətlə, qiymətləndirmə dərsin məqsədinə əsasən aparılır. Yaddan çıxartmayın. Sonra konstruktiv rəy yenə burada qeyd eləmişəm. Ümumiyyətlə, konstruktiv rəy haqqında ətraflı məlumat verdim ki, konstruktiv rəy və yaxud da konstruktiv əks əlaqə zamanı uşağa əvvəlcə güclü və ya müsbət cəhətləri haqqında məlumat veririk. Daha sonra zəif cəhətləri və ya yanlış icra olunan fəaliyyət və onun aradan qaldırılması yolları haqqında məlumat və ən əsası istiqamət veririk. Məsələn, sənin xarici dil bilin yaxşıdır. Əgər digər fənlərdən də daha çox çalışsan, universitetə daxil olacaqsan. Yəni, müsbətini deyirəm. O motive olur. Ardınca mənfisini deyib, son istiqamət verirəm. Ən gözəl konstruktiv rəy budur. Sonra, zəfər günü niyə 10 noyabr qeyd edilmir? Bu sualı çox verirlər. Çünki zəfər günü 8 noyabr zəfər günü 8 noyabr tarixində qeyd edilir. Amma ən əvvəl 10 noyabr tarixində qeyd olunacaqdı. Yadınıza salın, həmən vaxtı. Televizorda xəbərlərdə dedilər ki, televiziyada 10 noyabr tarixində elan olundu, ancaq sonradan tarixi dəyişdirdilər. Niyə dəyişdirdilər? Çünki 10 noyabr Türkiyədə Atatürkün anım günüdür və Atatürk həftəsi kimi qeyd olunur və Azərbaycan-Türkiyə qardaşlığı üçün bu addım atılmışdı. Yaddan çıxartmayın bunu. Çox verirlər. Sonra diaqnostik qiymətləndirmə deyilinə başa düşürük. Diaqnoz, adı üstündə diaqnoz qoyur. Ümumiyyətlə, diaqnostik qiymətləndirmə mövcud biliyi müəyyən eləyir, mövcud bilik səviyyəsini müəyyən eləyir, mövcud vəziyyəti müəyyən eləyir, risk tələb eləməyən qiymətləndirmədir. Nəticəsi şagirdin qovluğunda, portfolyosunda saxlanılan qiymətləndirmədir. İlkin qiymətləndirmədir. BİBÖ cədvəlindən istifadə olunur bu qiymətləndirmədə. Şagirdin mövzu ilə bağlı nəyi bilib-bilmədiyi müəllim tərəfindən diaqnostik qiymətləndirmədə müəyyən olunur. Bölmə sonunda aparılır. Nəticələri şagirdin kəmiyyətlə yazılan qiymətinə qətiyyən təsir etmir, dərsi effektiv şəkildə planlaşdırmağa şərait yaradır, təlimin diferensiallaşmasını zəmin yaradır, çevik dəyişikliyi formalaşdırır, yeni mövzunun təqdim edilməsinə nədən başlamalı olduğunu diaqnostikdə artıq müəyyən edirsən, təlim prosesinin hər hansı aralıq mərhələsində keçirə bilirsən, təlimi effektiv şəkildə təşkil edilməsinə zəmin yaradır, tədrisin fərdiləşməsini reallaşdırır, fərdi xüsusiyyətləri müəyyən edirsən diaqnostik qiymətləndirmədə, effektiv planlaşdırma dediyimiz kimi reallaşır və müəllimin qeyd dəftərində diaqnostik qiymətlər qeyd olunur və şagirdin gücü zəif tərəflərini üzə çıxartmaq məhz diaqnostik qiymətləndirməyə aiddir və təlim nailiyyətini necə inkişaf etdirmək lazımdır sualını özündə əks elətdirir. Yeni materialı şagird səviyyəsinə uyğun təqdim eləmək məhz diaqnostik qiymətləndirmənin əsas məqsədini özündə əks elətdirir. Bunları qətiyyən yaddan çıxartmayın, çünki diaqnostik qiymətləndirmə diaqnoz qoyur. Sonra fənnin predmeti nədir və yaxud da fənnin məzmun xətti nədir? Hər kəsin özünün fənninin məzmun xətti var. Azərbaycan dili ədəbiyyat fənnindən olanlar Azərbaycan dilindən ədəbiyyatın məzmun xəttini əzbər bilməlidir. İbtidai ixtisası üzrə olanlar isə Azərbaycan dilindən riyaziyyatı bilməlidir. Qalan hər kəs tək yalnız öz fənninin məzmun xəttini bilməlidir. Yəni hansı fəndən imtahan verirsənsə, onun məzmun xəttini əzbər bilməlisən.
Hər kəsdə də var, hər kəs öz fənninin məzmun xəttini bilir. Mütləq onları əzbər bilmək lazımdır. Yəni ardın hər hansı bir söz artırıb və artırım olmaz. Yəni bütün suallara cavab verib, məzmun xəttinə cavab verə bilməmək öz adını bilməmək kimi bir vəziyyətdir, təsəvvür edin. Bütün suallara cavab verin. Fənnin məzmun xəttini bilməsəniz Allah uzaq eləsin, kəsilə bilərsiniz. Mütləq hər kəs özünün fənninin məzmun xəttini əzbər bilməlidir. Və yaxud da deyə bilərlər, fənnin predmeti nədir? Səni çaşdırmaq üçün deyir. Yəni məzmun xətti də deyə bilər, predmet də deyə bilər. Eyni şeydir. Sonra ən əsas qiymətləndirmə hansıdır? Görün qiymətləndirmədə nə qədər sual verirlər. Ən əsas qiymətləndirmə əlbəttə ki, rəsmi qiymətləndirmə olan summativ qiymətləndirmədir. Çünki summativ qiymətləndirmənin işi nədir? Son nəticəni yoxlayır, öyrənməni ölçür, yekun səviyyəni müəyyən edir, ümumiləşdirir. Risk tələb etməyən qiymətləndirmədir. Şagirdin illik təlim nəticələrinə nə dərəcədə çatdığını müəyyən eləyir. Şagirdlərin alt standartın hansı səviyyəsinə çatdığını bilmək üçün aparılır. Ümumiləşdirici təkrarda istifadə olunur. Şagirdlərin məzmun standartına nə dərəcədə yiyələndiyini üzə çıxardır. Nailiyyətin kəmiyyətlə ifadəsini özündə əks elətdirir. Şagirdin səviyyəsini müəyyən eləyir, nailiyyətin statistikasını üzə çıxardır, nailiyyəti müəyyən eləyir, məktəb rəhbərliyinin apardığı qiymətləndirmə hesab olunur və həmçinin mövcud müəyyən olmuş bir vaxtda aparılan qiymətləndirmədir. Yadda saxlayın ki, illik plan summativdə müəyyən olur. Gündəlik plan formativdə olur. Əməliyyatcı planlaşma diaqnostikdədir. Və yadda saxlayın ki, summativ qiymətləndirmədə müşahidə, müsahibə, valideynlə əməkdaşlıq olmur. Yadda saxlayın bunu. Nailiyyəti müəyyən edən summativdir. Nailiyyəti qiymətləndirən summativdir. Nailiyyəti ölçən summativdir. Nailiyyəti yoxlayan summativdir. Amma nailiyyəti yüksəldən formativdir. Ümumiyyətlə, summativ qiymətləndirmə sonda aparılır, summa sözündən gəlir. Yəni cəmləyici qiymətləndirmədir. Diaqnostik əvvəldə aparılır, formativ isə mütəmadi olaraq həyata keçirilir. Sonra özünüzü 5 sözlə ifadə eləyin deyə bilərlər. Şagirdlərimin ən sevimli müəllimi olacağım da deyə bilərsiniz və yaxud da özünüzün hər hansı bir xüsusiyyətinizi, güləriz olmanızı, hansı bacarıqlara sahib olduğunuzu da vurğulaya bilərsiniz. Sonra bir dərs üzr istəyirəm. Bir dərs ərzində neçə standart reallaşdırmaq olar? Çox adam buna deyir ki, 4 standart, 5 standart olmaz. Çünki sənin dərsin 1-45 dəqiqə, bir akademik saat dərs saata ayrılır. 1-45 dəqiqədə sən minimum 1-2, hətta 2 də çoxdur. 2 çox demək, minimum 1, maksimum 2-3 deyə bilərik. 4 olmaz. Çünki sən 1-45 dəqiqədə bunları həyata keçirtməlisən. Sən lap çox desən, deyər ki, sən 1-45 dəqiqədə necə bunları eləyə bilərsən? Nə qədər az, o qədər saz. Yaddan çıxartmayın bunu. Standartı 1-2, heç 3 də demin, 3 də çoxdur. 3-ü belə deyə bilərsiniz ki, yuxarı siniflərdə 3 standart, aşağı siniflərdə 1-2. Belə deməyiniz daha gözəldir. Sonra planlaşdırmada nə vaxt dəyişiklik etmək olar? Bu sualda çox verirlər. Ümumiyyətlə, dərslik və müəllim üçün vəsait müəlliflərinin müəyyənləşdirdiyi standartlar qrupuna əlavə standartlar daxil edilə bilər. Məsələn, müəllim görür ki, keçdiyi mövzunu digər hər hansı bir mövzu ilə əlaqələndirə bilər, amma metodik vəsaitdə bu qeyd olunmur və əlavə standart daxil edə bilər və bütün mövzuların inteqrasiyasını metodik vəsaitdə müəllim götürə bilər, amma özü istəsə orada əlavə eləyə bilər. İnteqrasiya üçün əlavə imkanlar müəyyən eləyə bilər. Məsələn, müəllim A hərfini keçir, mövzunun daha yaxşı dərk olunması üçün şagirdlərə plastindən A hərfi hazırlamağı tapşırır və bununla da əlavə imkanlardan istifadə eləmiş olur və onu orada qeyd edir. Amma məsələn, metodik vəsaitdə yazılmayıb ki, o get A hərfin plastindən düzəld. Amma müəllim özü eləyir və orada da qeyd edir əlavə. Əlavə resurslar seçə bilər. Metodik vəsaitdə qeyd olunan resurslara əlavə olaraq istifadə olunacaq digər mənbələrdən əlavələr götürə bilər. Mövzular üzrə vaxt bölgüsündə dəyişiklik oluna bilər. Məsələn, nəzərdə tutulub ki, bu mövzu 2-45 dəqiqə, yəni 90 dəqiqəyə keçirilsin, ki, akademik sahada keçirilsin. Ancaq müəllim görür ki, dərsin şagirdlər tərəfindən elə də yaxşı müəllim görür ki, şagirdlər dərsi daha yaxşı dərk eləməyiblər və ona görə də vaxta dəyişiklik eləyir və yaxud da əksinə mövzu daha tez başa düşülür və həmin mövzuya çox vaxt verilir. O zaman da müəllim dəyişiklik eləyə bilər. Yəni bu planlaşdırmada nə vaxt dəyişiklik oluna bilər, burada qeyd etmişəm. Sonra STEM texnologiyasından da sual verə bilərlər. STEM nədir? STEM-in başlıq hərfləri qeyd olunur ki, S elmdir, T texnologiyadır, I mühəndislik,
incəsənətdir, M də riyaziyyatdır. Yəni ki, elm, texnologiya, mühəndislik, incəsənət, riyaziyyatı özündə ehtiva edən bir layihədir və 2019-cu ildə yaradılıb. Məqsədi nədir? Şagirdlərdə tənqidi, yaradıcı düşüncəni, əməkdaşlığı, 21-ci əsr bacarıqlarını formalaşdırsın və fənləri inteqrativ şəkildə öyrədilməsinə, birləşdirilməsinə, öyrənmə modelinin formalaşdırılmasına və müasir İKT avadanlıqlardan istifadə olunmasına şərait yaratsın. Və layihəni əhatə olunduğu ümumi təhsil məktəblərində tədris 3D çap, mikrobitlə proqramlaşdırma, robot texnika, gen mühəndisliyi, elektrik mühəndisliyi və s. Pilotsuz uçuş aparatları kimi modullar istiqamətində hazırlanmış kurikuluma uyğun aparılır və STEM layihəsi 302 ümumi təhsil məktəb və 10 STEM mərkəzini əhatə edir. Ümumilikdə 91 minə yaxın şagird STEM tədrisinə cəlb olunmuşdur. Sonra sual verirlər ki, təhsil qanunu nədir? Təhsil qanunu 19 iyun 2009-cu ildə qəbul olunub və bu qanunda nələr yer alıbdır? 1. Təhsil alanların hüquq vəzifələri, 2. Təhsil verənlərin hüquq vəzifəsi, 3. Valideynlərin hüquq vəzifələri, 4. Təhsil verənlərin sertifikatlaşdırılması, 5. Təhsilin formaları, 6. Təhsil alma formaları, 7. Ümumi təhsilin təşkili və 8. Təhsil prosesinin iştirakçıları. Bunları yaddan çıxartmayın. Deməli, təhsil qanununda nələr oldu? Şagirdin, müəllimin, valideynin hüquq vəzifəsi, sonra müəllimin sertifikatlaşması, sonra təhsilin forması, təhsil almanın forması, ümumi təhsilin təşkili və təhsil prosesinin iştirakçıları. Qiymətləndirmə səviyyələri hansılardır? Ümumiyyətlə, qiymətləndirmə meyarı 4 səviyyədə aparılır. Meyar da göstərici deməkdir. 4 səviyyədə uşağı qiymətləndirilir. 1-ci səviyyə, 2-ci səviyyə, 3-cü səviyyə və 4-cü səviyyə. 1-ci səviyyədə odur ki, yəni aşağı nəticə alır. Uşaq bir işi yəni bacarmır. Uşaq məsələn dərsi oxumaqda, məsələn, mətni oxumaqda çətinlik çəkir birinci səviyyədə olan, ikinci səviyyədə olan qismən eləyə bilir, üçüncü səviyyədə olan biraz daha yaxşı eləyə bilir, dördüncü səviyyədə olan lap gözəl eləyə bilir. Yəni 1, 2, 3-cü, 4-cü səviyyələrdə birinci səviyyə ən aşağıdır, yəni 2 alandır, ikinci səviyyədə olan 3 alandır, üçüncü səviyyədə olan 4 alandır, dördüncü səviyyədə olan isə 5 alandır. Yəni çalışmaq lazımdır ki, bunları biləsiniz ki, uşaqları mütləq şəkildə qiymətləndirmə səviyyələrinə uyğun qiymətləndirmək lazımdır. 4 səviyyədə meyara uyğun qiymətləndirilir. Meyarı hardan çıxardırıq? Bayaq dedik, hardan çıxarılır meyarımız? Məqsəddən çıxarılır. Hər bir işi görən məqsədi. Evin ağası məqsəddir. Biz hər şeyi məqsəddən götürürük. Məqsəd də standart əsasında müəyyən olunur. Sonra nəyə görə səni seçək? Çünki peşəmi sevirəm. Əgər bir müəllim sevgi ilə dərsinə yanaşırsa, ondan müsbət nəticələr gözləmək qaçınılmazdır və mən də bunun öhdəsindən gələcəyimi göstərməyə hazıram. Çünki şagirdlərlə işləməyi sevirəm deyə bilərsiniz. Əlbəttə ki, şərt deyil ki, bu sözlər deyəsiniz. Özünüz mən sadəcə istiqamət verirəm. Kim hansı fikir istəyir deyə bilər. Sonra sizi seçməsək nə itirərik? Mən özümü müəllimlikdə görürəm və peşəmi sevirəm. Düşünürəm ki, peşəsini sevən bir insan təhsili daha çox töhfələr verəcəkdir və mən də daim öz üzərimdə çalışmağı sevən insan olaraq bunun öhdəsindən artıqlaması ilə gələcəyimi düşünürəm deyə bilərsiniz. Dediyim kimi, mütləq deyil bunu deyəsiniz. Hər kəsin öz düşüncəsi var. Hər kəs, bəlkə heç mənim bu fikrimi bəyənmədiniz, öz fikrinizi dediniz. Yəni bu yanlış deyil, öz fikriniz də yanlış deyil. Kimə necə uyğundursa, kim nəyi necə deməyə bacarırsa deyə bilər. Sonra sual, dəstəkləyici mühiti necə qurardınız? Bu sualda çox verirlər. Dəstəkləyici təlim mühiti şagirdlərin müstəqilliyini imkan yaratmalıdır. Və müəllim çalışmalıdır ki, mühiti cəlbedici və zövqlü etsin. Çünki mühit dəstəkləyici olduqda ünsiyyət və əməkdaşlıq formalaşır və ümumiyyətlə mühit nə qədər gözəl olsa, mühit nə qədər dəstəkləyici olsa, şagirdlər arasında bərabər imkanlar da yaradıla bilər. İnklüziv təhsili formalaşdıra bilərik, oyun tipli tapşırıqlarla onları həvəsləndirə bilərik, səmimi mühit yaratmalıyıq, kifayət qədər materiallarla təmin olunanda düzgün əməkdaşlıq və ünsiyyət də formalaşır. Sonra diferensial yanaşma nədir? Bu da elə. Diferensial təlim, inklüziv təhsil, bərabər imkanların yaradılması, bunlar hamısı şagirdləri, fərqli öyrənmə ehtiyacına sahib şagirdləri nəzərdə tutmalıdır. Bu təlimdə ümumiyyətlə diferensial təlimdə
şagirdlər mütləq şəkildə bir arada heterogen qruplar şəklində öyrənməlidirlər. Homogen odur ki, zəifləri bir yığıram, gücləri bir, orta səviyyəni bir. Amma heterogen qruplarda, heterogende bir qrupda həm zəif də olur, həm güclü, həm orta səviyyəli olur. Yəni bu təlim əsas vurğulayır ki, müəllim şagirdə fərdi şəkildə yanaşsın və fərdiləşməyə imkan yaradılsın, müxtəlif növ strategiyalardan istifadə olunsun və şagirdlərdə öyrənməyə həvəs formalaşsın. Bir növ dəstəkləyici mühitdə vurğuladığımız fikirlər. Sonra formativ qiymətləndirmənin nəticəsi sizə gələcəkdə necə kömək edəcək? Şagirdin bayaq dedik, nailiyyət səviyyəsini yüksəltməyinə kömək edir, qarşıya qoyulan məqsədə çatmamıza zəmin yaradır. Çünki bu qiymətləndirmənin mərkəzində əks əlaqə dayanır, konstruktiv rəy dayanır, motiv edici rəy dayanır, stimullaşdırıcı rəy dayanır. Bunlar hamısı formativ qiymətləndirmədə yer alır. Rəylər yalnız formativdədir. Nə diaqnostikdə rəy var, nə summativdə rəy var. Rəy əks əlaqə deməkdir. O da formativdə yer alır. Çünki 1:45 dəqiqəndə olmalıdır. Sonra COP29 haqqında çox sualdır. Çünki yeni sualdır. Bundan hədsiz dərəcədə çox sual verirlər. COP29-un 2024-cü ilin 11-24 noyabr tarixlərində Bakı şəhərində keçirilməsi nəzərdə tutulur və sonuncu COP bu tədbiri COP28 adı altında COP28 konfransında formalaşıbdır və orada da 195 ölkədən çox, yəni 195-dən çox ölkə orada iştirak edibdi COP29-da. COP28-də, COP29 deyirəm. COP29 artıq ölkəmizdə dediyimiz kimi 11-24 noyabr tarixlərində keçiriləcək və ən iri miqyaslı beynəlxalq tədbirlərdən biri hesab olunur. 8000 nəfərə yaxın qonaq dəvət olunacaqdır və Almaniyada keçirilən Petersburg iqlim dialoqu zamanı COP29-da bu ilki dialoqun əsas mövzusunun iqlim dəyişikliyinin azaldılması tədbirlərinin maliyyələşdirilməsi olacağı da vurğulanmışdı. COP sözünün mənası da Conference of the Parties'dir. Yəni onun başlıq hərfləri götürülüb. Yəni ki, tərəflərin konfransı adlandırılır. Adındakı 29 rəqəmdə nəyə göstərilir? Sadəcə 29-cu bu tədbir olduğunu göstərir. Bundan əvvəlki bayaq dedik COP28 Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində həyata keçirilmişdir. Bəs COP29-un məqsədi nədir? Bir daha deyirəm, iqlim dəyişikliyi məsələlərini müzakirə eləməkdir, onun üzrə danışıqlar aparmaqdır və burada da çoxlu QHT-lər, hökumət rəsmiləri, alimlər, dünya liderləri burada çıxış edəcəkdir. Və məqsəd odur ki, ölkələrə iqlim dəyişikliyinin təsirini azaltmaq, uyğunlaşmaqda kömək etmək üçün maliyyə yardımı üçün fond toplamaqdır. Və inkişaf etməkdə olan ölkələrin artıq üzləşdiyi iqlim dəyişikliyinin qaçılmaz təsirlərini və bu təsirlərin aradan qaldırılması üçün maliyyə və digər dəstəyə ehtiyac olduğunun orada vurğulanması qaçınılmazdır. Yəni COP29 konfransı ümumiyyətlə iştirakçı ölkələr üçün yeni öhdəliklər götürmək, iqlim böhranını həll etmək üçün konkret addımlar atmaq üçün bir fürsət olduğu vurğulanmaqdadır. Burada da ətraflı şəkildə qeyd etmişəm COP29 haqqında. Özünüz də əlavə olaraq oxuya bilərsiniz. Sonra uşaq müəllimdən pul istəsə nə edərsiniz? Və yaxud da uşaq sizdən yemək sizdən yemək almaq istəsə nə edərsiniz? Əvvəlcə vəziyyəti dəqiqləşdirməlidir müəllim. Əgər uşaq acdırsa və pulu yoxdursa, pul vermək əvəzinə ona yemək alaram. Yəni pul vermək lazım deyil hələ ki. Nəyə görə? Axır sonda deyəcəm. Çünki ola bilər ki, valideynləri xərclik belə vermiş olsa, bəlkə yolda onu salıb itiribdir, utanıb deyə bilmir heç kəsə və müəllim də empatiya qurma nəzəriyyəsinə nə deyirdi? Müəllim empatiya qurmağı bacarmalıdır. Həmişə özünü qarşı tərəfin yerinə qoymağı bilməlidir. Amma pul vermək həqiqətən də təhlükəlidir. Çünki həmin pul ilə gedib başqa ziyanlı birisi, məsələn, siqaret gedib ala bilər və yaxud da əlavə, bəlkə kimsə qəsdən deyir ki, get pul tap gətir. Ola bilər, ziyanlı bir şey ala bilər, hər hansı bir xəsarətli bir vəziyyət ola bilər, olmaz. Yəni pul vermək olmaz. Yəni nə istəyir, onu gedib ala bilərsiniz. Bu səbəbdən də mütləq müəllim diqqətli olmalıdır. Sonra
Layihə nədir? Layihə projektdir, yəni başlanğıc və son zaman nöqtələri olan, yeni məhsul və ya xidmət yaradılmasını nəzərdə tutan, konkret resursa malik olan, keyfiyyət və risk tələblərinə malik unikal fəaliyyətdir. Yəni nədir? Layihə unikal, hərənin özünə xas şəkildə, hərənin öz individual fikrini ortaya qoyduğu bir vəziyyətdir və layihə unikal məhsulu, xidmətin yaradılması məqsədilə müəyyən bir müddət ərzində həyata keçirilir. Yəni dolayısıyla bir fəaliyyətin layihə hesab olunması üçün iki vacib xüsusiyyətə cavab verməsi lazımdır. Bir, fəaliyyətin sonunda əldə olunan məhsul digərlərindən fərqli və unikal olmalıdır. Yəni təkrarlanmamalıdır. Layihədə plagiat olmamalıdır, özünə xas olmalıdır və həmin məhsulun yaradılması prosesi müəyyən müddəti əhatə etməli, daimi və təkrarlanan proses olmamalıdır. Yəni təkrarlayıcılıq olmamalıdır. 1-45 dəqiqədə olmur. Layihə əsaslı öyrənmə bir yarım ili əhatə eləyə bilər. Şagirdlər məsələn hər hansı bir çalışma, sistem layihələri görürsünüz. Sistem layihəsi nədir? Bayaqlar dedik. Uşaqlar hər hansı bir nəyin üzərində düşünürlər. Görürsünüz, pilotsuz uçuş aparatı yaradıblar. Onu 1-45 dəqiqə eləmirlər ki, bir yarım il üzərində çalışırlar. Yəni hər hansı bir fikir irəli sürülür və onu necə onu daha sərfəli formaya gətirib sala bilərik deyə onun üzərində çalışırlar və mütləq unikal fikir olmalıdır, özünə xas olmalıdır. Və bu layihəni də özündə birləşdirən üsul 4M1KH üsulu və Qızıl Dairə üsuludur. 4M1KH üsulu Kipling metodu adlanır, Qızıl Dairə isə 3N üsulu da adlanır. Məktəblərdə layihə əsaslı öyrənmənin həyata keçirmə, inkişaf etdirilməsinə zəmin yaradan üsullar hesab olunur. Sonra özünü 5 sözlə təqdim elə desələr, ünsiyyətçiləm, özünə güvənən biriyəm, yeniliklərə açığam, açıq düşüncəli biriyəm, mərhəmətliyəm və s. Özünüzə xas hansı xüsusiyyətlərinizi bilirsinizsə, hansı xüsusiyyətlərinizi istəyirsinizsə əlavə eləyə bilərsiniz. Sonra bir müəllimin portretini necə çəkərsən? Bu məşhur suallardandır. Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən gözəl peşədir deyə vurğulayaram. Və bu səbəbdən də müəllimin portretini çəkmək məşəqqətli bir işdir deyə deyirəm. Əgər bir müəllimin portretini çəksəm, orada diqqət edəcəyim əsas məqamlar bu mövqenin müqəddəsliyi və müəllimin məğrurluğu olacaqdır. Çünki müəllim yeni nəslin, xalqın, vətənin gələcəyi üçün həmən o yeni nəsli gələcəyə hazırlayan, yeni xalqın, vətənin gələcəyi üçün əlindən gələni eləyən vətənpərvər bir insandır. Və müəllim gənc nəslin, mənəvi aləminin və təfəkkürünün memarıdır. Cəmiyyətin sabahını etibar etdiyi bir şəxsdir. Və tarixin bütün dönəmlərində cəmiyyət ən əziz, ən qiymətli sərvətini, yəni uşaqları, öz ümidini və gələcəyini məhz müəllimə etibar eləmişdir. Buna görə də bir müəllimin portretini çəkmək cəmiyyəti və təhsili təsvir etməyə bərabərdir deyə vurğulayaq. Sonra ilk qayıdışın başlanğıcı nə vaxtdır? 2017-ci il Cocuq Mərcanlıda, böyük qayıdışın başlanğıcı isə 2022-ci il iyul ayında Zəngilanın Ağalı kəndidir. Bu sualda çox verirlər. Qiymətləndirməni nəyə əsasən aparırıq? Bayaq dedik. Qiymətləndirməni təlim nəticəsinə, dərsin məqsədinə eyni şeydir. Təlim nəticəsindən dərsin məqsədi eyni şeydir. Sadəcə elə də deyirlər, belə də deyirlər. Və şagirdin bilik bacarığına əsasən. Bilik bacarıq nədir? Elə təlim nəticəsinin içindədir, dərsin məqsədinin içindədir. Yəni keçələsən, əsən keçər. Üçü də eyni şeydirlər. Şagirdin bilik bacarığına, təlim nəticəsinə və dərsin məqsədinə əsasən. Özünüzün zəif tərəflərinizi qeyd edin. Çalışın zəif tərəflərinizi dedikdə müsbət bir fikir olsun orada. Məsələn, kin tuta bilmirəm. Kitab dəftərə, şagirdlərə o qədər vaxt ayıram ki, özümə vaxt ayıra bilmirəm. Yəni görürsünüz, mənfinin içində müsbət cəhəti deyirik. Gözünüzün də ağlına hansı belə bir fikir gəlirsə deyə bilərsiniz. Sonra epidemiya və pandemiya nədir? İnsanın hər hansı bir infeksiyon yaxud da infaziyon xəstəliyinin məlum ərazidə adi xəstələnmə səviyyəsinə xeyli artıq yayılması, tez vaxtda geniş yayılan xəstəlik epidemiya deyilir. Yaşayış yerində, yəni ölkədə, rayonda, kollektivdə hər hansı infeksiyon xəstəliyin kütləvi şəkildə yayılması dediyimiz kimi epidemiya hesab olunur. Bəs epidemiya necə olur? Yerli epidemiya da olur, gətirilmə epidemiya da olur. Və epidemiya bir neçə ölkəni, qitəni və ya bütün yer kürəsini əhatə etdikdə pandemiya olur. Birdən-birə baş verəndə eksploziv adlanır. Deməli, balacası epidemiya, ondan biraz yekəsi pandemiya, geçsin gəlməsin və eksploziv adlanır. Eksplozivi də görməyək inşallah. Sonra gələcək 5 ildə planları nələrdir?
Gələcəklə bağlı planlarım sonsuzdur. Mütləq deməyin planım yoxdur. Qətiyyən elə söz işlətməyin. Çalışacağam ki, ixtisasım üzrə treninqlərə qoşulub özümü daha da təkmilləşdirim, layihələrə qoşulub müəllim adımı daha da yüksəldim, təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələrə qoşulub qalib olum və işlədiyim məktəbə uğur gətirim deyə bilərsiniz. O zaman deyəcəklər ki, deməli o təhsildə, çünki təhsildə inkişaf innovasiyalar üzrə qrant müsabiqələr hər il keçirilir. Deyəcək ki, deməli bu ona maraqlı gəlir, araşdırıb. Onlara xoş gələcək bu sonuncu dediyim söz. Bu təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəni deyirəm. Sonra sinifdə ata və anası olmayan bir uşaq var. Dərs isə ailə mövzusudur. Dərsi necə keçərsiniz? Ümumiyyətlə müəllim bu məqamda differensial təlimi, empatiya və perseptiv qabiliyyəti ön planda tutmalıdır. Yəni müəllim şagirdin daxili aləminə nüfuz edə bilməlidir. Şagird şəxsiyyətini, onun müvəqqəti psixi vəziyyətinin incəliklərinə qədər başa düşməlidir və bu qabiliyyət perseptiv qabiliyyət hesab olunur. Və bu cür qabiliyyətə malik olan müəllim hazırki anda şagirdin psixologiyasını və onun psixi vəziyyətini qavrayır və eləcə də anlamış olur. Və müəllim şagirdə ötəri bir nəzər salmaqla onun daxili aləmindəki ən cüzi dəyişiklikdən baş çıxara bilir. Və müəllim çalışmalıdır ki, bu məqamda diqqətli olsun və ailə mövzusunda çox dərinə gedib. Məsələn, uşaqlar hər kəs dursun öz ailəsi haqqında danışsın, çıxış eləsin. Yəni elə bir çalışma, tapşırıq verməsin. Sadəcə məsələn 8 mart bayramıdır. Qadınlar günündə məsələn uşaqlar hər kəs anasına hədiyyə hazırlayıb versin. Yəni elə bir tədbir eləməsin. Yəni həmin il üçün nəzərdə tuturam. Hər kəs məsələn valideynlərlə bu haqqda danışa bilər ki, valideynlər də əlbəttə ki, normal qarşılayacaqdır belə bir vəziyyəti. Yəni sinifdə hər hansı bir tədbir keçirməyək 8 martla bağlı. Yəni uşağa daha da travma olmasın o baxımdan. Yəni müəllimin bu cür düşünməsi də onun perseptiv qabiliyyətə malik olmasından irəli gəlir. Həmçinin empatiya qura bilməsindən irəli gəlir. Müəllimin perseptiv qabiliyyəti, emosional yanaşması, empatiyaya diqqət eləməsi mütləq şəkildə önəmlidir ki, şagirdə gələcəkdə təsir eləyə biləcək travmanın qarşısını əvvəlcədən ala bilsin. Sonra müharibədən sonra yaradılan fondlar hansılardır? Azərbaycan ordusuna yardım fondudur, Yaşad fondu, bir də Qarabağ dirçəliş fondudur. Milli qadın qəhrəmanlarımızdan kimləri tanıyırsınız? İran şahı Daranı məğlub edən Tomrisi, Bərdəli Nüşabəni, Uzun Həsənin anası Sarı Xatunu, Həcəri, bombardımançı təyyarə pilotu Züleyxa Seyid Məmmədovu, sonra 2-ci Dünya müharibəsində onlarla faşisti məhv etmiş Azərbaycanlı snayper qadın Ziba Qəniyevanı, Azərbaycanın ilk qadın milli qəhrəmanı Salatın Əsgərovanı deyə bilərsiniz. Arxipelaq nədir? Adalar qrupuna deyilir. Arxipelaq yəni bir-birinə yaxın yerləşən eyni mənşəli adalar qrupu arxipelaq adlanır. Qədimdə bu söz Egey dənizindəki adaları adlandırmaq üçün istifadə olunmuşdur. Ən son nəyə əsəbləşibsən? Bu psixoloji sualdır. Çalışırlar ki, sizin əsəbinizi yoxlasınlar. Ən son nəyə əsəbləşdiyimi xatırlamıram demək mütləqdir. Bacardığım qədər əsəbləşməməyə çalışıram. Çünki səhhətimə, insanlarla və ən əsası şagirdlərimlə ünsiyyətimə mane olacaq məqamlardan uzaq olmağa çalışıram demək lazımdır. Şahmat şagirdlərdə nəyi formalaşdırır? Şahmat şagirdlərdə üç əsas məqamı formalaşdırır. Hansılardır? 1. Riyazi bacarıqlar, 2. Məntiqi bacarıqlar, 3. Sol beyni inkişaf elətdirir. Sonra açıq sualların faydası nədir? Açıq suallar Karl Dweck nəzəriyyəsini yadınıza salın. Qapalı düşüncə tərzi, açıq düşüncə tərzi. Qapalı düşüncə tərzində olan insanlar özünə qapanırlar. Yəni özünün bir mənfisindən sonra həmən işi icra eləməkdən çəkinirlər. Amma açıq düşüncəli insanlar açıq sualların faydasından bəhrələnən insanlardır. Çünki sən açıq suallarda deyirsən, niyə elədir, nə üçün elədir, nə səbəb elədir, onun üstünə gedir, araşdırır, öyrənir, daha da gözəl öyrənir. Bu da açıq düşüncəli insan tipi, şəxsiyyət formalaşdırır. Qapalı düşüncədən açıq düşüncəyə gedir. Və qapalı suallar nədir? Qapalı suallar, məsələn, testlərdə gördüyünüz 4 variant qapalı suallardır. Konkret cavab istəyir. Amma açıq suallar konkret cavab istəmir. Açıq suallarda variant olmur. Məsələn, deyirəm, danışan kimdir? Məsələn, qapını döyən kimdir? Konkret bilirik filan kəs. Deyirik, qapını o niyə döyür? Niyəsi uzun ola bilər. Hər kəs, yəni niyəsi bilə bilmərik onu.
gərək onu araşdırasan. Niyə, nə üçün, nə səbəbə sualları açıq suallardır və bu da açıq tipli düşüncə tərzini formalaşdırır. Qapalı suallar testlərdə istifadə olunur, amma dərsdə müəllim motivasiya mərhələsində çalışmalıdır ki, qapalı yox, məhz açıq suallar versin ki, uşaqlarda idrak fəallığı yaratsın və onları düşünməyə sövq eləsin. Sonra 21-ci əsr bacarıqları hansılardır? Həyat və karyera bacarıqlarıdır, öyrənmə və innovasiya bacarıqları, buna 4K bacarıqları da deyilir. Yəni 4K, K kritik düşüncə, K kreativ düşüncə, K kommunikasiya, K kooperasiya və informasiya, media, texnologiya bacarıqları 21-ci əsr bacarıqları hesab olunmaqdadır. Bu qədər, inşallah növbəti videolarda görüşərik.